Fizioterapiya və reabilitasiya, dayaq hərəkət sistemi problemləri, idman zədələri, nevroloji xəstəliklər, revmatoloji xəstəliklər, ürək-damar xəstəlikləri və tənəffüs problemləri kimi müxtəlif sağlamlıq problemlərinin yaxşılaşdırılması və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Fizioterapiya üçün yaş həddi yoxdur. Körpədən tutmuş 70 yaşına kimi hər kəs həkim təyinatı ilə ildə azı bir dəfə keçə bilər bu müalicə üsulundan. Fizioterapiya cihaz və avadanlıqları çox inkişaf edib. İndi elə kompüterləşdirilmiş aparatlar var ki, hər xəstəyə uyğun rejim, tok və istilik seçilir. Onurğa, boyun, bel, diz problemləri üçün hansı aparatlardan keçə bilərsiniz? Bu aparatımız BTS aparatıdır. Bu aparatda biz beldə yırtıq olan xəstələrimizdə istifadə edirik. Hansı ki proqramlarımız var ki, bel yırtığında uyğun prosedurları yerinə yetiririk. Əzələsini gücləndirmək üçündür. Ödemi olan nahiyələrinə ödem götürücü proqram qoşuruq. Bizim aparatlarımız müasir texnikaya məxsus olan elektroterapiya aparatlarıdır. Hansı ki bu aparatımız Combine adlanır. Bu aparatımızda ağrı götürücü proqramlarımız var, əzələ gücləndirici, ödem götürücü proqramlarımız var. Hər xəstənin özünə məxsus xəstəliyinə məxsus olaraq doktor müayinə eləyir, göstəriş verir və biz tibb bacıları olaraq onun göstərişi nəticəsində onlara prosedurlar yerinə yetiririk. Hər xəstənin dəri tipinə uyğun biz onları uyğunlaşdırırıq. Hansı ki yandırma olmasın deyə, incitməsin deyə. Yəni dərəcəsini xəstə özü bizə məlumat verir ki, bu qədər bəsdir falan. Biz yəni ayarlayırıq onu. Beldə yırtıq olduqda, boyun yırtığı, artroz, osteoxondroz, yəni bu kimi xəstələrdə daha çox istifadə olunur. Doktor bizə göstəriş verir və biz onlara əməl edirik. Müalicə müddəti də 15-21 gün davam eləyir. Xəstələr özləri də prosedur müddətində, müalicə günü müddətində, yəni özləri də ağrılarının keçdiyini, yavaş-yavaş tədricən azaldığını bizlərə bildirirlər. Burada da xəstələrimiz bu tok gələndə tokun gəldiyini, yayıldığını və dartınması hiss olunduğunu bizə deyirlər. Onu da yenə özünün ağrı verəcəyi dərəcədə qoşuruq, ağrı verməyəcəyi dərəcədə qoşuruq ki, incitməsin. Uşaqlarda da istifadə olunur. Bəli, hansı ki skalyoz xəstələrində məsələn gəlirlər bizə, onlarda əzələlərini gücləndirmək üçün istifadə olunur.